Bu nədir də? Özünüzdən hoqqa çıxardımsınız. Pişik üçün otel. Otel ya. Deməli müştəri zəng eləyib və pişiyini otelə qoymaq istəyib, amma demişik ki, peyvəndə olmayan pişiyi qəbul eləmirik və o bizə bu səsi göndərib. Qulaq asın. Bu nədir də? Özünüzdən hoqqa çıxardımsınız. Pişik üçün otel. Otel ya, nə bilim peyvənd. Nə oldu bu evdə qaldı, xəstələnmədi elə pişik üçün otelə gedəndə peyvənd zat. Özünüzü qaldırıb qoymusunuz dağ başına. Elə şey var ha kişi. Qəbul etsin, eləmirsiniz və salam da nəyə lazımdır bu artistlik? Bax belə, görürsüz, biz kifayət qədər düşünürəm ki, işimizin gözəl bilirik və peyvənd bütün pişiklərə olunmalıdır. Peyvəndsiz pişik biz qəbul etməyirik. Bilməməlidir. Gedin peyvəndinizi vurdurun, doğru yerdə vurdurun, düzəməlli yerdə vurdurun. Ondan sonra otelə buyurun, xoş gəlmisiniz.